Salam, hər vaxtınız xeyir olsun. Bu günlərim Azərbaycan Dili Dövlət İmtahan Mərkəzinin 9 illik test toplusundan fe'l təsvir və formaları ilə bağlı olan izahları paylaşacağıq. Görək hansı sualların doğru cavabları hansılar olmalıdır. Başlayaq. Birinci sualdan hansı məlum növdə olan fe'li sifətdir? Deməli, ilk öncə məlum növü bilirik ki, yəni məlum növ fe'lər elə fe'llərdir ki, bunların özünə məxsus olan xüsusi qrammatik göstəricisi yoxdur və biz digər növlərdə olmayan fe'lləri artıq avtomatik şəkildə məlum növdə götürmüş olacaq və iş görən qrammatik cəhətdən məlum olmuş olur. Bizə fe'li sifət dediyinə görə buradan biz vidalaşanda və bahalaşmadan sözlərini silə bilərik. Çünki bunlar nədir? Bunlar fe'li bağlamalarımızdır. Sonra məlum növdə istədiyinə görə A variantını da silə bilərik. Çünki sulaşdığım sözü fe'l sifət olsa da bircəlik növdədir. Məlum növdə deyil. Çünki burada özünə məxsus olan ş leksik göstəricisi var, leksik şəkilçisi var, qrammatik göstəricisi var. Sonra döyüşmüş sözündə də həmçinin ış şəkilçisi var ki, bu da qarşılıq növün göstəricisi olduğuna görə məlum növdədir deyə bilmirik. Yəni fe'l sifət olsalar belə A və E-dəki sözlər bunlar məlum növdə deyil deyə götürə bilmirik. Amma məktublaşan sözün biz doğru cavab olaraq qəbul edə bilərik. Çünki məktub sözünün kökü məktubdan məktublaşmaq, an şəkilçisindəki indiki zaman məzmununu fe'l sifətlər formalaşdırmış olur və adlardan yarandığına görə birbaşa məktublaşmaq sözü məktub ismindən yarandığına görə bunu biz məlum növdə götürmüş olacaq. Cavabımız olacaq C variantı. İkinci sual. Biri fe'lin təsriflənməyən formasındadır. Təsriflənməyən forması istədiyinə görə biz buradan fe'lin şəkillərinə görə olan fe'lləri çıxara bilərik. Çünki onlar təsvirlənən olmuş olacaq. Məsələn, saxlasa sözü hansı şəkildədir? Bu şərt şəklindədir, aparır xəbər şəklindədir, danışacağam xəbər şəklindədir, bağışlayın əmr şəklindədir. Amma görüşdükdə sözü dıqda şəkilçisi var ki, bu fe'li bağlama şəkilçisidir və təsriflənməyən fe'limizdir. Cavabımız olacaq C variantı. Üçüncü sual. Biri fe'lin təsriflənməyən formasındadır. Yenə də burada həmin qayda ilə başa düşəsidir, lazım şəklindədir, yaşayacaqdır xəbər şəklindədir, oxusa şərt şəklindədir, gəlmişdi yenə xəbər şəklindədir. Burada göstəricisi də var. Amma dinləyən sözü onun ən şəkilçisi, indiki zaman məzmununu fe'li sifətlər formalaşdırmış olur. Cavabımız olur E variantı. Nümunədə fe'lin hansı təsriflənməyən forması işlənmişdir? Yarpaqlar tərpəndikcə, batdıqca şəkilçisi bu fe'li bağlama şəkilçisidir. Burada da başqa da bir təsriflənməyən fe'limiz yoxdur. Cavabımız olur A variantı. Nümunədə fe'li sifət hansı cümlə özü vəzifəsində işlənmişdir? Mən aşiqəm mərd ola, sevən gərək mərd ola. Kim mərd ola? Və kim sonra çıxmış olur buradan? Bax, sevən sözü fe'li sifətimizin indiki zaman məzmununu fe'li sifət yaratmışdır və həqiqətən də sevmək sözünün kökü ən qrammatik şəkilçidir. Ümumiyyətlə fe'lin təsriflənməyən formaları qrammatik şəkilçilərdir. Bir dənə fe'lin növ şəkilçiləridir ki, bunlar leksik şəkilçisi kimi götürmüş olacaq. Deməli, sevən sözü həqiqətən də kim sualına cavab verir və kim sualda kimlə hara mübtədanın suallarıdır və cavab olur E variantı. 6. Məslər hansı nikslərin xüsusiyyətlərinə malikdir və daha çox hansı cümlə üzvləri vəzifəsində işlənə bilər? Məslər deməli, ismin və fe'lin, fe'li sifət fe'lin və sifətin, fe'li bağlama isə fe'lin və zərfin xüsusiyyətlərini daşımış olur. Ümumiyyətlə, təsvirlənməyən fe'llərin ikili xüsusiyyət daşıma funksiyası var da. Buna görə də biz məsləri deməli nə dedik? Fe'lin və ismin, deməli, burada var. Sonra bir də ki, mübtəda vəzifəsindən çıxış edir. Əsasən, məsələn, deyirsən ki, oxumaq gözəldir. Nə oxumaq? Sonra məsələn deyirəm oxumağa gəlmişəm. Nəyə gəlmişəm? Məsələn oxumağa vaxtımız çoxdur. Nəyə? Oxumağa. Burada həqiqətən də tamamlıq vəzifəsində çıxış edilmiş olur və cavabımız olur E. 7. Məsələnin ismin ortaq xüsusiyyətlərinə daxil deyil. İsmin ortaq xüsusiyyətləri. Məsələn, mənsup şəkilçisi qəbul edə bilərmi? Qəbul edə bilər. Məsələn, deyirsən ki, danışmağım, gülməyim, mənim danışmağım, gülməyim, sənin danışmağın, sənin gülməyin. Sonra hallana bilir, bəli hallana bilər. Məsələn, deyirsən ki, oxumaqdan gördün hallandırdıq. İsimlə ortaq xüsusiyyətlərdir. Həmçinin isimlər də hallanır da mənsubə görə dəyişir. Bu bizə məlumdur. Cümlədə mübtəda və tamamlıq ola bilər. Bəli, bunu az öncə dedik. Məsələn, deyirəm ki, məsələn, danışmaq məsələn danışmaq gümüşdürsə susmaq qızıldır. Burada nə danışmaq, nə susmaq, bunlar mübtədanın mübtəda vəzifəsində çıxış edir və nə sualına cavab vermiş olur. Məsələn, bir də deyirsən ki, məsələn, gülməyi xoşuna gəldi. Nəyi? Gülməyi. Burada artıq məsələn gülməyini bəyəndim. Nəyi bəyəndim? Gülməyini. Burada artıq tamamlığın vəzifəsində çıxış edə bilər. Sonra nə sualına cavab vermə məsələsi, bəli, isimlər də nə sualına cavab verir, məslər də ki, nə sualına cavab vermiş olur. Amma təsdiq və inkarda olma məsələsi bu məslərin fe'lə aid olan xüsusiyyətidir deyə isimlə ortaq xüsusiyyəti deyil. İsimlər təsdiq və inkarda ola bilməz. Cavabımız ona görə olar 7-də B variantı. 8. Hansı cümlələrdə məslər işlənmişdir? Yaxşılıq etmək insanlıq borcumuzdur. Burada yaxşılıq etmək həqiqətən də məslərdir və cümlə daxilində nə sualına cavab vermiş olur. Deməli, insanlıq borcumuzdur nə? Yaxşılıq etmək. Bu birdə deməli məslərimiz var. Maqma şəkilçisində görmüş oluruq burada. Nümunəvi uşaqlar ön cərgədə oturmuşlar. Burada yoxdur. Sonra məktubu oxuyarkən gözləri doldu. Burada da yoxdur. Arkan şəkilçisi fe'li bağlama şəkilçisidir. Məslər deyil. Yaşamaq üçün yaratmalıyıq. Burada maqma şəkilçisi var. Həqiqətən də məslərimiz var. Yolu keçəndə kömək istədi. Yol keçəndə kömək istədi ifadəsində isə kömək istədiyində isə burada məslərimiz bizim yoxdur. Ona görə cavabımız olacaq 1 və 4. Cavab olacaq A variantı. 9. Cümlələrin birində məslər işlənmişdi. Həmin adam tezliklə təslim oldu. Burada məslərimiz yoxdur. Məslərin maqma şəkilçisi var da, maqma göstəricisi olmalıdır burada. Yəni bunu görməliyik biz fe'llərin üzərində. Meydana minlər adam toplaşdı. Burada da yoxdur. İndi gedəcəyim yeri heç vaxt görməmişdim. Acaq-acaq şəkilçisi var. Bu fe'li sifətdir, məslər deyil. Sonra baxaq, qərib-qərib, qəmgin-qəmgin ötərsiz. Burada ümumiyyətlə yoxdur. Təsvirlənməyən fe'l. Yaşamaq, yaratmaq həyatın mənasıdır, amma burada görsən yaşamaq, maq şəkilçisi bunlar bizim məslərlərimizdir. Həyatın mənasıdır. Nə yaşamaq, nə yaratmaq.
10-cu sual. Cümlələrin birində feili bağlama işlənmişdir. Ev tikiləndən sonra təmir etməlisən. Burada an ən şəkilçisi var. Bu indiki zaman məzmunu feili sifət yaratmış olur. Feili sifət şəkilçisidir. Burada və özündən sonra çıxışlı kal, həmçinin qoşma sənə onu göstərmiş olur ki, bu feili bağlamanın anda şəkilçisi deyil. Yəni gedib bunu tikiləndə, bunu anda kimi götürmək lazım deyil. Çünki qoşma ilə işlənirsə bu feili bağlama ola bilməz. Feili bağlama qoşma ilə işlənmiş olmur. Həmçinin çıxışlı kal şəkilçisini qəbul etmiş olmur. Ona görə də burada feili bağlama yoxdur. Bu feili sifət şəkilçisidir, ən şəkilçisi, dən isə çıxışlı kal şəkilçisidir. Sonra qadın səssiz səmirsiz evdən çıxdı. Nə tərz evdən çıxdı? Bu zərfimizdir, bizim feili bağlamamız deyil. Mənim qardaşım ağlağan uşaqdır. Ağa nəyin şəkilçisi? Feildən düzəlmiş sifətdir. Burada feili sifət deyil bu da. Sonra bizə feili bağlama lazımdır. Yamyaşıl zəminlər göz işlədikcə uzanırdı. Amma bax burada görsənmi? Dıqca şəkilçisi var. Uzanırdı xəbər, nə tərzdə göz işlədikcə. Ona görə də bunu biz feili bağlama kimi dəyərləndirə bilərik. Cavabımız olacaq D variantı. Gəlirimiz 1-ə 5 şartdır. Burada ümumiyyətlə təsvifən mən feilimiz yoxdur. 11. Cümlələrin birində feili bağlama işlənmişdir. Mən danışandan sonra məsələ aydınlaşdı. Yəni də bax görsənmi? Burada dandan görürsən, sonda n samitini görürsən, həmçinin özündən sonra gələn qoşma ilə əlaqələnmişdi və çıxışlı halda olan sözlə çıxışlı haldadırsa, deməli bu feili bağlama deyil avtomatik şəkildə. Bunu deməli biz feili bağlama kimi götürmüş olmayacaq. Bu an şəkilçisi, danışmaq sözünün kökü an feili sifət, danışa çıxışlı hal şəkilçisidir və bu özündən sonra gələn qoşma ilə də əlaqələnmiş olur. Yəni mən danışandan sonra məsələ aydınlaşdı. Nə zaman? Mən danışandan sonra aydınlaşdı məsələ. Zaman zərfinin ifadə vasitəsi olur, qoşmalı söz. Yəni özündən əvvəldə gələn mən şəxs əvəzində özünə tabe etmiş olur. Yəni burada feil sifət tərkibi, qoşmalı feil sifət tərkibidir cümlə özü. O can dildən işlədiyindən uğurlar qazanır. Can dildən işlədiyindən uğurlar qazanır. Burada yəni dığı şəkilçisi var. Bu da feili bağlama deyil. Bunda feili bağlama kimi götürmüş olmayacaq. Feil sifət şəkilçisidir. Anamın arzusu məni həkim görməkdir. Burada müqaviməт şəkilçisini görsənmi? Bu məsləhət şəkilçisidir. Getdi bu da ağladıqca kişi qeyrətsiz olur, amma burada görsən ağladıqca. Artıq dıqca şəkilçisi zaman məzmununu bağlama yaratmışdı. Ona görə dıqca şəkilçisi həqiqətən də feili bağlama şəkilçisidir. Cavabımız olacaq D variantı. Yenə göysəmə buludçudur. Burada ümumiyyətlə elə bir məsələ yoxdur. 12. Hansı sıradakı sözlərin hər ikisi feili bağlamadır? Deməli, alınca sözü və alanda sözləri bunlar hər ikisi də feili bağlamadır. Inca şəkilçisi və anda şəkilçisi. Ona görə cavabımız olar A. Açılmış sözü feili sifətdir, açarkən feili bağlamadır deyə biri ödəyir, digəri ödəmir. Görüləcəklə görülmüş hər ikisi feili sifətdir. Feili bağlama yoxdur heç orada. Yazan sözü feili sifətdir, yazanda feili bağlamadır. Bunların da biri ödəyir, digəri ödəmir. Görülən sözü feili sifətdir, görməyərək feili bağlamadır deyə biri ödəyir, digəri ödəmir deyə hər ikisi feili bağlamadır deyə bilmirik. 13. Hansı sıradakı sözlər feili bağlama deyil? Oxuya-oxuya və görə-görə sözləri feili bağlamalarımızdır. Sonra gülə-gülə, qaça-qaça sözləri feili bağlamadır. Üzə-üzə, bilə-bilə feili bağlamadır. Baxa-baxa, deyə-deyə feili bağlamadır. Çünki eyni feil köklərinin üzərinə artırılmış olur da A-ə şəkilçisi. Yəni ona görə də biz bunu artıq feili bağlama kimi götürmüş oluruq. Amma zərrə-zərrə, xırda-xırda sözləri, tərz hərəkət zərfləridir. Bunlar feili bağlamalarımız deyil. Cavab olacaq E variantı. Bax fikir verirsinizmi? Oxuya-oxuyadır, görə-görədir. Burada şəkilçilər, eyni şəkilçilər eyni feil köklərinə artırılmışdır. Məsələn, həmçinin B-də də, C-də də, D-də də. Amma zərrə-zərrə, xırda-xırda sözlərində bunun kökü yoxdur axı. Yəni kökü feil kimi dəyərləndirə bilmiriksə, artıq biz avtomatik şəkildə bunu feili bağlama kimi götürə bilmirik. Bu sadəcə olaraq zərflərimizdir, bizim tərz hərəkət zərflərimizdir. Sonra 14. Feili bağlama olan cümləni müəyyənləşdirin. Əvvəl-axır mən arzuma çatacağam. Əvvəl-axır nə zaman? Məsələn, zaman zərfliyinin ifadə vasitəsi nədir? Zaman zərfidir. Burada feili bağlama yoxdur. Bu getdi. Bulağın suyu dərəyə asta-asta tökülür. Burada asta-asta sözlərini görürsən. Bu A, burada şəkilçi deyil. Ona görə də biz bunu zərf kimi götürmüş olacaq. Müəllim mövzunu dönə-dönə izah edirdi. Dönə-dönə sözü dəfələrlə məzmunundadırsa, artıq feili bağlama yox, zərfdir. Yəni dönə-dönə dəfələrlə izah edirdi deməkdir də burada o mövqedən çıxış edir. Bunu biz o zaman feili bağlama götürərdik ki, bu əlavə bir hərəkət ifadə edərdi cümlə daxilində. Məsələn, desən ki, maşın küsəni dönə-dönə hərəkət edirdi. Burada həm dönməyi işin icra edir maşın, həm də ki, hərəkət edir. Görsən, iki dənə feili bir dənə subyekt icra etmiş olur. Ona görə də biz bunu o zaman feili bağlama götürə bilərdik. Amma belə vəziyyətdə dəfələrlə məzmununda olanda bunu biz zərf kimi götürmüş olacaq. Sonra ana xısın-xısın ağlayırdı. Yəni bu da zərfdir. Mən işləyə-işləyə təhsil almışam. Amma görsən, burada həm təhsildə alınan mən, həm də ki, işləmiş oluram. Görsən, iki dənə işi də mən icra edildiyimə görə, bir subyekt iki hərəkəti icra etdiyinə görə biz bunu artıq burada feili bağlama kimi götürə bilərik. 15. Feili bağlama olan cümləni müəyyənləşdirin. Ehtiyatlı ciddi anası alınmaz. Burada feili bağlama yoxdur. Oxuyan heç zaman peşman olmur. Burada an ən şəkilçisi var. Bu feili sifətdir. Sonra gözəllik 19-u dondur. Burada ümumiyyətlə feilimiz yoxdur. Külək əsər əsməz çiçəklərin ətrafa yayıldı. Bəli, bax, ar və mas şəkilçiləri. Bunlar feili bağlama şəkilçisidir. O zaman feili bağlama şəkilçisi olurlar ki, bunlar eyni feil köklərinə artırılmış olurlar. Yəni əsər əsməz çiçəklərin ətri ətrafa yayıldı. Burada əsər əsməz ifadəsini biz feili bağlama kimi götürmüş olacağıq. Məsələn, axar sularımız, sönməz uzaqlarımız var olsun. Burada sönməz və axar sözləri isə sifətlərdir. Ümumiyyətlə feil deyirlər bunlar. 16. Nömrədə altından xəstəşmiş sözlər nitq səsi baxımından nədir? Yenə bax, dammaq, dama, görürsənmi? Dama. A burada ayrılmış olur. Həmçinin burada axa ifadələrində bunlar biz feili bağlama kimi götürmüş olacaq.
Nümunədə altından xətt çəkilmiş sözlərin ilk hissəsi baxımından nədir? Sarala-sarala payız girər. Nə tərzdə? Sarala-sarala təz məzmun ifadə edir. Qızara-qızara yaz girər. Məsələn, nə tərzdə yaz girər? Qızara-qızara. Bunlar yəni biz feili bağlamaq üçün götürmüş olacaq. A, ə şəkilləri var. Eyni feil köklərinə artırılmışdır. Baxın, diqqət etmək lazımdır ki, bunlar feilin üzərinə artırılsın. Tabii bayaqki kimi zərrə-zərrə, asta-asta sözlərindəki A, ə şəkilsi deyil. Onu gedib feili bağlama götürmək lazım deyil. Cavabımız olacaq 17-ci, 18. Altından xətt çəkilmiş sözlərin ilk hissəsi baxımından nədir? Qarı nənə gecə nağıl deyəndə, külək qalxıb qap-bacanı döyəndə. Deməli, döymək sözün kökü anda şəkilçisi nədir? Feili bağlama şəkilçisidir. Zaman məzmunlu feili bağlama formalaşdırmışdır. Qurd keçinin şəngülüsün yeyəndə mən qayıdıb bir də uşaq olaydım. Bir gül açıb ondan sonra solaydım. Deməli, uşaq olmaq ümumiyyətlə mürəkkəb feildir. Bir gül açıb ondan sonra solaydım. Yəni açaydım, solaydım. Bu da ki, feili bağlama kimi götürmüş olmayacaq. Deməli, burada deyəndə, döyəndə və yeyəndə sözləri nədir? Feili bağlamalarımızdır. Zaman məzmunlu feili bağlamalarımızdır. 19. Altından xətt çəkilmiş sözlərin nitq hissəsi baxımından nədir? Deməli, alçaq yerdən duman qalxar, dağı dolana-dolana, göy üzünü bulud alar, mahıd dolana-dolana. Görürsən, dolanmaq feillərinin üzərinə a, ə təkrarlanan şəkilsi artırılmış. Deməli, bu vəziyyətdə biz bunu götürəcəyik. Feili bağlama şəkilsi kimi dəyərləndirilmiş olacaq. Həqiqətən də burada dağı dolana-dolana tərz məzmun ifadə edən feili bağlamalarımızdır. Mürəkkəb feilimizdir. 20. Malı amonim şəkilsi kimi aşağıdakılardan hansının yaranmasında iştirak edir? Malı şəkilsi bir ola bilər, feilin vacib şəklini formalaşdıra bilər. Məsələn, deyirəm ki, oxumalısan. Oxumalısan, yazmalısan, yazmalısan, gülməlisən, nə etməlisən. Əgər mən verdiyim sualın tərkibində malı məlini görmüş oluramsa, bu artıq vacib şəklini yaratmış olur. Məsələn, deyirəm oxumalısan, nə etməlisən, gülməlisən, nə etməlisən. Görsənmi, sual daxilində mən o şəkilçini görmüş oluram. Bu zaman artıq vacib şəklini yaratmış olur. Bir də baş deyirəm ki, oxunmalı əsər, yazmalı şeir. Necə şeir? Artıq necə sualına cavab verirsə, bu sifətin sualına cavab vermiş olur və feili sifət kimi götürmüş olacaq biz ona. Başa düşdünüzmü? Yəni vacib şəklinin və feili sifətin şəkilçiləridir. Bu anonim şəkilçi kimi götürmüş olacaq. Cavab olacaq C. Digərlərində isə yox. Feili bağlama falan deyil bu. 21. Ası əsi anonim şəkilçi kimi aşağıdakıların hansılarının yaranmasında iştirak edir? Yəni də ası əsi. Məsələn, ola bilər ki, deyirəm ki, gedəsiyəm, nə edəsiyəm. Yəni sualın tərkibində biz ası əsini görürüksə, bu zaman təsniflənən feil formalaşdırmış olur. Lazım şəklini yaratmış olur. Məsələn, deyirəm gedəsiyəm, güləsiyəm, gələsiyəm, nə edəsiyəm. Görürsən, sualda qalırsa, bu lazım şəklində olur. Bir də bax deyirəm ki, gediləsi yer, oxunulası əsər, danışılası söz. Bu vəziyyətdə isə hansı söz sualına cavab verdiyi zamansa feili sifətin şəkilçisi olmuş olur. Deməli, həm lazım şəkil, həm də feili sifət şəkilçisi kimi, amonim şəkilçisi kimi dəyərləndirilmiş olacaq. Cavabımız olacaq A variantı. Sonra 22. Nümunədə işlənmiş məslər hansı cümlə üzvüdür? Oxumaq asandır, anlamaq çətin. Nə asandır oxumaq, nə çətindir anlamaq. Görürsən, nə sualı mübtədanın sualıdır. 23. Hansı cümlədə feili sifət işlənmişdir? Hər ilin mart ayında soyqırım qurbanları anılır. Deməli, burada feili sifətimiz yoxdur. Sonra bayaq şeir söyləyəndə xüsusi istedad var. Görürsənmi? Bax burada söyləyəndə sözü şəxsi ifadə etmiş olur. Yəni söyləmək sözün kökü, söyləməkdən yer bitişdiricidir bu heç. An ən şəkilçisi feil sifət şəkilçisidir. Dadə də yerli hal şəkilçisidir. Sənə burada yerli hal şəkilçisi görürsən bir işarə verir ki, mən feil sifətəm. Çünki feili bağlama olsaydı bu yerli halla işlənmiş olmayacaqdı. Sonra həmçinin burada an ən şəkilçisi parçalanmış olur və bir şəxsi ifadə edir. Yəni deyir ki, bayaq şeir söyləyən adamda xüsusi istedad var. Görürsən, söyləyən də burada söyləyən sözü özündən sonra gəlib izah etdiyi sözün yerində işlənmişdir. Yəni feili sifət bir növ burada isimləşmişdir. Ona görə də cümlə üzvü olaraq da tamamlığın formalaşmasında çıxış eləmiş olur. Yəni bayaq şeir söyləyəndə xüsusi istedad var. Özündən əvvəldə gələn bayaq və şeir sözlərini özünə tabe eləyir. Burada feili sifət tərkibi yaratmış olur və kimdə sualına cavab verərək cümlə üzvü olaraq ikinci dərəcəli cümlə üzvünün ifadə vasitəsi olmuş olur. Yəni burada təkcə feili sifət cümlə üzvünün ifadə vasitəsi olmur. Feili sifət tərkibi ifadə vasitəsi olur. Çünki burada şeir və bayaq sözlərində özünə tabe etmiş olur. Amma cümlə üzvü olaraq deməli feili sifət işlənmişdir deyə bilərikmi? Bəli, deyə bilərik. Çünki burada an şəkilçisi feili sifət şəkilçisidir həqiqətən də. Bu anda şəkilçisi deyil. Ona görə cavabımız olacaq B variantı. Tərtər çayı nə zamandan, hansı çılğın bir tufandan qaynayışın başlarsan? Burada ümumiyyətlə feil sifət yoxdur. Sonra ürək kövrəkləşirsən oxuyanda, sən də dinləsəydin mən oxuyanda. Görürsən, bax, anda şəkilçiləri burada artıq zaman məzmunu ifadə edilmiş olur. Deyir ki, sən oxuyanda ürək kövrəkləşir. Nə zaman kövrəkləşir? Sən də dinləsəydin mən oxuyanda. Nə zaman dinləsəydin mən oxuyanda? Görürsən, burada anda şəkilçisi artıq an və da deyə parçalanmış olmur. Ona görə biz bunu birbaşa feili bağlama kimi götürmüş olacaq. Sonra deyingən adamla bir məclisdə oturmaq, bu da deyingən sözdəki sifətdir. Ümumiyyətlə feili sifət falan deyil. Qan-çən, qın-çün şəkilçilər ki, bunlar feildən sifət düzəldən şəkilçilərdir. Bunlar feili sifət şəkilçiləri deyil. Ona görə deməli feil sifət işlənmiş deyəcək B variantında. 24. Vaqif məktəbə çatar-çatmaz zəng çalındı cümləsində altından xətt çəkilmiş sözün ilk baxımından nədir? Yəni görsənmə, bax çatmaq feillərini görürsünüz burada. Eyni feillərin üzərinə artırılmış armaz nə yaratmışdı burada? Feili bağlama yaratmışdır. Cavabımız olacaq D. Sonra 25. Təsniflənməyən feillərin işlənmə ardıcılığı müəyyən edin. Feil sifət, feil bağlama və məsdər. Baxaq. Əcnəbi turistlər şəkildə görməli yerləri gəzdilər. Bax, görməli sözü. Malı məli şəkilçisi nədir? Feil sifət şəkilçisidir və burada hansı yerləri, hansı sualına cavab vermiş olur. Və bunu biz feil sifət kimi götürmüş olacaq.
bir deməli malı şəkilçisi gələcək zaman məzmunlu fe'l sifətlər formalaşdırmış olur. Baxdıqca dağlara, dərələrə mən qəribə fikirlər başıma gəlir. Nə zaman gəlir başıma? Baxdıqca. Burada dıqça şəkilçisi fe'li bağlama şəkilçisidir. Zaman məzmunlu fe'li bağlama formalaşdırmışdır burada. Deməli 2 fe'li bağlamadır həqiqətən də. Sonra qəribə fikirlər başıma gəlir. Bu heç nə gözəl yaraşır insana gülmək. Burada maqma şəkilçisi var. Nə yaraşır insana gülmək? Nə sualına cavab verir və məstərdir. Deməli cavabımız olacaq fe'li sifət ardıcıl olaraq. Fe'li bağlama və məstərimiz 1, 2, 3. Elə ardıcıllıq düzdür. 26. Təsriflənməyən fe'llərin işləmə ardıcılığı müəyyən edin. Baxaq. Sən olan dünyaya qurban olaram. Qurban olaram xəbər. Nəyə? Dünyaya. Hansı dünyaya? Sən olan dünyaya. Deməli burada sən olan ifadəsində bunu fe'l sifət kimi götürmüş olacaq. Bura 1 olacaq. Sonra bəzi insanların eybi danışdıqca üzə çıxır. Yəni dıqça şəkilçisi. Fe'li bağlama şəkilçisidir. Zaman məzmunlu fe'li bağlamadır bu. Deməli 2 bura gedəcək elə. Məstər baxaq. Sən bütün dünyaya dəyərsən inan. Dünya yaşamağa dəyər nə yaxşı. Nəyə dəyər yaşamağa? Deməli burada maqma şəkilçisi də burada yönlük hal şəkilçisini qəbul etmişdi və məstər nə etmişdi burada? Hallanmışdı və biz bunu məstər kimi götürmüş olacaq. 1, 2, 3 olacaq. Yenə də cavabımız D variantı. 27. Ardıcılığı müəyyən edin. Fe'l sifət, fe'lə bağlama və məstər. Zalimlar olan qəsrə görə nə eləyəcək dövrən? Zalimlar olan qəsr, yəni mövcud olan mənasını ifadə etmiş olur burada. Biz bunu fe'li sifət kimi götürəcəyik. Qaranqu axşam olanda qayğılı çoban. Burada anda şəkilçisi. Nə zaman? Axşam olanda. Burada anda şəkilçisi fe'li bağlama şəkilçisidir. Sonra yaşamaq yanmaqdır. Maqbə şəkilçisidəki məstər şəkilçimizdir. Bu da gələcək bura. Yəni 1, 2, 3 olacaq B variantı. 28. Ardıcılığı müəyyən edin. Hər mərəz çarəsini eyləmək asandır təbib. Mərəz eşqə nə tədbiri, nə fərmanın var. Burada eyləmək sözü nədir? Məstərdir. 1 bura gedəcək. Sonra qadir tanrı verməyincə ər baymaz. Hınca şəkilçisi fe'li bağlama şəkilçisidir. Sonra hanı məni gül qoynunda doğuran. Doğuran ifadəsində an şəkilçisi indiki zaman məzmunlu fe'li sifət formalaşdırmışdır. Deməli bu da gələcək bura 3-ə. Deməli 1, 2, 3 olacaq. Hardadır o? 1, 2, 3 E'dədir. 29. Hava get-gedə saflaşırdı cümləsindəki fe'lin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyənləşdirin. Fe'l deyir. Get-gedə sözü zərfdir. Bunu biz fe'l kimi götürmüş olmayacaq. Bizə bu söz lazımdır. Bu saflaşırdı ifadəsi. Qarşılıq birgəliş növdədirmi bu? Xeyr, qarşılıq birgəliş növdə deyil. Çünki bu saf sifətin üzərinə mən laş şəkilçisini artırmışam. İndiki zamandadır və idi hissəci ilə də işlənmişdi. Bu məlum növdədir. Adlardan yaranmışdı birbaşa, yəni sifətdən yaranmış fe'limizdir. Qarşılıq birgəliş növdə deyil, məlum növdədir, təsdiqdədir. Bəli, saflaşır deyə də saflaşmır demir. Sifətdən düzəlmiş fe'ldir. Bəli, saf sifətindən düzəlmiş. Saflaşmaq fe'lidir. İndiki zaman şəkilçisidir. Bəli, d da ünsürü idi kimi eydi kömək sözünün hissəcinin ixtisarıdır. Bəli, budakı saflaşır idi. Zaman şəkilçisindən sonra gəlmiş d-dır, mış-dır, sa-dır. Bunlar hissəciklərimizdir. 30. 30-cu sual. Hansı nömrədə fe'li bağlama şəkilçisi deyil? Uşaq susub ətrafa baxdı. Yəni susaraq ətrafa baxdı. Burada şəkilçisinin mən yerinə başqa bir fe'li bağlama şəkilçisini qoyaraq da yoxlaya bilərəm ki, bu həqiqətən fe'li bağlama şəkilçisidir. Yəni tərz məzmununu ifadə edən fe'li bağlamamızdır. Bu düzdür. Sonra oxuyub başa düşdü. Oxuyaraq başa düşdü. Bu da fe'lə bağlamadır. Zəng vurulub, dərs başlayıb. Artıq burada olan bu vergül işarəsi sənə işarə vermiş olur ki, burada ıb şəkilçisi zaman şəkilçisidir. Bildinizmi? Yəni şu nəql keçmiş zaman şəkilçisidir bu. Yəni zəng vurulub, dərs başlayıb. Deməli, tabesiz mürəkkəb cümlənin xəbərləridir bunlar. Vurulub və başlayıb. Və xəbər vəzifəsindən çıxış edilənə görə avtomatik şəkildə sən bunu fe'li bağlama kimi götürə bilmirsən. Çünki fe'li bağlama yalnız cümlə üzvü olaraq zəflin ifadə vasitəsi olur. Burada vurulub sözü xəbərdir və deməli bunlar nəqli keçmiş zamanda işlənmiş fe'llərimizdir. Fe'li bağlama şəkilçisi deyil burada. Cavab olacaq C variantı. Qorxu bağladım. Görsən qorxaraq ağladım deyə bilərəm. Hirslənərək qışqırdı deyə bilirəm. Sonra 31. Hansı nömrədə ıb fe'li bağlama şəkilçisidir? Dediklərimizi gətirib sonra paylayar. Yəni də burada həmçinin gətirib və paylayar sözlərində. Bu gətirib sözündən sözü burada nədir? Ib şəkilçisinə biz fe'li bağlama şəkilçisi deyə bilmirik. Ona görə bu getdi. Sonra uşaq aylı bağlama başladı. Aylaraq ağlamağa başladı. Bunu fe'li bağlama şəkilçisi kimi götürəcək. Sonra uşaq sevincindən atılıb düşürdü. Atılıb düşmək mürəkkəb sözdür. Mürəkkəb fe'lin tərkib hissəsinə girib parçalamaq olmaz ki, bu fe'li bağlamadır. Nədir? Bu da səhvdir. Sonra şəhərdən təzə gəlib bəzi kənd işlərini bacarmır. Burada ıb şəkilçisi. Yəni filankəs gəlib, filankəs bacarmır da. Görsən xəbərin ifadə vasitəsidir. Fe'li bağlama deyil bu da. Sonra çoxlarına elm öyrət deyib, təhsil verib. Yəni də həmçinin burada öyrədib və təhsil verib ifadələrindəki ıb fe'li bağlama şəkilçisi deyil. Nəqli keçmiş zaman şəkilçisidir. Sonra 32. Fe'l sifət şəkilçisindən ibarət cərgə hansıdır? Dıqda, sızmadan. Deməli, dıqda şəkilçisi bəli, fe'li bağlamada dıqda bizə fe'l sifət lazımdır. Sız ümumiyyətlə belə bir şəkilçi heç birində yoxdur. Ondan sonra madan şəkilçisi fe'li bağlama şəkilçisidir. Fe'li sifət şəkilçisi deyil. Ondan sonra dır şəkilçisi ümumiyyətlə belə bir şəkilçi yoxdur. Irdakı həmçinin a da yoxdur. Fe'l sifətdə. Amma məsələn mışdır, maldır, andır, asıdır bunlar fe'l sifət şəkilçilərimizdir. Maq məstər şəkilçisidir. Mış fe'l sifətdir, anda fe'l sifətdir. Sa şərt şəkilçisidir. Ümumiyyətlə ma deyə bir fe'l sifət şəkilçisi yoxdur. L-dakı sifət düzələn şəkilçidir. Sonra 33. Fe'l sifət işləmiş cərgəni müəyyən edin.
Fe'li sifət işlənmiş cərgə şəkilçiləri hansılardır? Mışdı, an, acaq, asım, halı. Şəkilçilər vasitəsilə yaranmış olur. Bu da cavabımız olacaq C variantı. Əkilməli ağaclar hansı ağaclar? Hansı cavab? Aldıqları cavab hansı ulduz? Görünən ulduz. Burada malı şəkilçisi gələcək zaman məzmunlu fe'li sifət şəkilçisidir. Dıq keçmiş zaman məzmunlu fe'li sifət şəkilçisidir. An şəkilçisidəki indiki zaman məzmunlu fe'li sifət şəkilçisidir. Cavab olacaq C. Məslər işləmiş cümləni müəyyən edin. Dadaş qardaşına kömək etdi. Kömək etmək mürəkkəb feildir. Burada məslər yoxdur. Əmək sözü ümumiyyətlə isimdir. Nə əmək? Burada feil deyil. Bu maqmə şəkilçisi şəkilçi deyil burada. Maqmə feilin üzərinə artırılmalıdır ki, biz onu şəkilçi kimi götürmüş olaq. Demək evi tapmadınız. Demək sözü nədir? Modal sözümüzdür. Yemək dostundan uzaq ol. Yemək sözü burada da isim mövqeyindədir, feil deyil. Uşaq yazmağı yenicə öyrənirdi. Burada isə görsən yazmaq feilin üzərinə maqmə artırmışıq biz və tamamlığın ifadə vasitəsidir. Məslərimiz hallanmışdı. 35. Atam təhsil almağı çox yüksək qiymətləndirir. Cümləsində məslər ismi hansı halındadır? Atam çox yüksək qiymətləndirir nəyi? Təhsil almağı. Görürsən nəyi sualına cavab vermiş o? Nəyi sualı? Təhsil halının sualıdır. Feilin təsniflənməyən formalarına aid nümunələr verilmiş cərgəni müəyyən edin. Təsniflənməyən formalar dediyinə görə burada oxumaq sözüdür, yazanda sözdür, yazılan və alınmaq sözlərini götürə bilərik. Çünki maqmək məslər şəkilçisidir, yazanda məslər də oxumaq, yazanda feili bağlamadır. Sonra yazılan sözü feili sifət və alınmaq sözdəki məslərimizdir. Cavab olacaq C. Burada bax sözü təsniflənən feildir, əmr şəklindədir, gördü xəbər şəklindədir, sevər xəbər şəklindədir, yazdın xəbər şəklindədir, sevmək məslərdir, yazılasıyam. Bu lazım şəklindədir, bildi xəbər şəklindədir, gələr də xəbər şəklindədir, yazıram xəbər şəklində, bölün əmr şəklində, alqışlayıram xəbər şəklində, fərəhlənir xəbər şəklindədir, yazdır əmr şəklində, baxır xəbər şəklində, yazsan şərt şəklində, dinləyir xəbər şəklindədir ki, bunlar təsniflənən feillərimizdir. Cavabımız olacaq C variantı. 37. Yatmışları kimsə oyatmasın cümləsindəki fe'l sifət hansı cümlə üzvüdür? Kimi yatmışları oyatmasın xəbər, kim, kimsə, kimi yatmışları. Burada tamamlığın ifadə vasitəsidir. 38. Hansı cümlədə birləşmənin tərkibindəki feili bağlama hərəkətin icra tərzini bildirmir? Ümumiyyətlə feili bağlama səbəb məzmununu ifadə edə bilər, tərz məzmununu ifadə edə bilər, zaman məzmununu ifadə edə bilər. Baxın görə hansı icra tərzini bildirmir. Telli isə ona fikir vermədən oxuyur. Nə tərzdə oxuyur? Fikir vermədən. Burada tərz məzmununu ifadə edir. Sonra gücsüzük, biz heç sən də mən də tək, vətənə güvənib olduq vətəndaş. Nə tərzdə güvənərək. Burada tərz bildirir. Bu torpaqda dərindən kök salaraq hər tərəfə uzatmışam qolumu. Nə tərzdə uzatmışam? Kök salaraq. Burada tərz məzmununu ifadə edir. Sonra üzün şəfəqlənir, mən ah çəkincə. Üzün nə zaman şəfəqlənir? Mən ah çəkincə. Artıq burada ınca şəkilçisi zaman məzmunu ifadə edilmiş olur. Çünki od qızarır rüzgar əsində, yenə burada da həmçinin ınca şəkilçisi zaman məzmunlu feili bağlamalarımızdır. Əsirdə durmadan birbaşa yerlər, döyürdü bağrını, dağdaşa sellər. Nə tərzdə durmadan buradakı tərz məzmunu ifadə edir. D variantında zaman məzmunu ifadə edir deyə tərz məzmunu ifadə eləmir və D-ni götürmüş oluruq. 39. Feili bağlamaya aid fikirlərdən biri səhvdir. Bəzən cümlənin mübtədası və tamamlığı olur, elə səhv buradadır. Çünki feili bağlama yalnız cümlə üzvü olaraq zərflik olur. Digər cümlə üzvəsindən çıxış etmir. Təsdiq və inkarda da olur. Əlbəttə ki, feilimizdir də bu. Təsdiqdə inkarda olacaq. Hərəkətin tərzini, səbəbini zamanla bildirmiş olur. Bəli, feilin müəyyən qrammatik məna növündə olur. Əlbəttə ki, zərfin müəyyən xüsusiyyətlərini daşıyır. Bəli, feili bağlama feilin və zərfin, məslər feilin və ismin, feil sifət də feilin və sifətin xüsusiyyətini daşıyır. 40. İndiki zaman məzmunlu feil sifətlər hansı sırada işlənmişdir? Güləyan oğlan burada ağa nəyənin şəkilçisidir. Bu feil sifət deyil, feildən düzələn sifətdir. Gülmək feilindən güləyən sifətini yaratmışıq. Sonra deyilən söz isə feil sifətdir, bəli. Amma biri ödəyir, digər ödəmir deyə biz bunu götürmüş olmuruq. Həmçinin iki zaman məzmunlu feil sifət deyilsə, an ən şəkilçisi feil sifətlərə biz baxmalıyıq. Məsələn, burada əzbərlənmiş sözü keçmiş zaman məzmunludur. Həmçinin gördüyüm sözü keçmiş zaman məzmunludur deyə bunlar yola sallıq gedir. Aslan sözündə an şəkilçisi, bəli, feil sifət şəkilçisidir və burada aslan sir, hansı sir, gizlədilən məktub, hansı məktub? Görürsənmi, feil sifətli və indiki zaman məzmunudur bunlar. Cavab olacaq C. Dəriləcək, gələcək zaman məzmunudur, acaq, asılı gələcək zaman məzmunu feil sifətlərimizdir. Sevilən indiki zaman məzmunu olsa da, əkilmiş sözündə mış şəkilçisi keçmiş zaman məzmunu feil sifət olduğuna görə qayda pozulmuş olur. 41. Hansı cümlədə ıb feili bağlama şəkilçisi deyil? Rövşən məktubu çıxarıb zara göstərdi. Çıxararaq zara göstərdi. Burada feili bağlama şəkilçisidir. Tərz məzmunu ifadə etmiş olur. Sonra bu əşyalar çox köhnəliyib atılmalıdır. Demək görsənmi? Əşyalar köhnəlib, əşyalar atılmalıdır. Bir dənə müftədə ilə bunlar uzlaşmış olurlar. Ona görə də biz bunları xəbərlər kimi dəyərləndirmiş olacaq. Feili bağlama deyil burada. Ib burada nəqli keçmiş zaman şəkilçisidir. Ona görə cavabımız olacaq B. Bu işlərini qurtarıb yavaş-yavaş qapıya tərəf getdi. Qurtararaq getdi. Bu feili bağlamadır. Sonra Gülnar lövhəni təmizləyib yerinə keçdi. Burada təmizləyərək yerinə keçdi feili bağlamadır. Həkim xəstəni müayinə edərək resept yazdı feili bağlamadır. Hansı cümlədə ıb feili bağlama şəkilçisi deyil? O kürsüyə yaxınlaşıb sözə başladı. Yaxınlaşaraq sözə başladı. Feili bağlamadır. Nə tərzdə sözə başladı? Kürsüyə yaxınlaşaraq. Demək o evə bizdən biraz əvvəl gəlib və yatıb. Görürsənmi? O gəlib, o yatıb. Burada həmciz xəbərlər eyni mübtəda ilə uzlaşmışdılar. Və feili bağlama deyil burada ıb şəkilçisi. Xəbər vəzifəsindən çıxış elədiyinə görə artıq biz bunu feili bağlama kimi yox, nəqli keçmiş zamanda olan təsniflənən feil kimi götürmüş olacaq. Xəbər şəklindədir bu. Cavab olacaq B. Nadir qaçıb evdən uzaqlaşdı. Qaçaraq uzaqlaşdı. Bəzənərək toya getdi. Utanaraq gizləndi. Bunlar da ki, feili bağlamalardır.
Hansı cümlədə feili sifətlə ifadə olunmuş xəbər var. Deyingən sözü sifətdir, feili sifət deyil. Sonra yol olduqca sürüşkəndir. Həmçinin sürüşkən sözdə feili sifət deyil, sifətdir. Bu uşaq çox ağlağandır. Ağanın şəkilçisi, ağanın yəni feildən düzəlmiş sifətdir. Biz bunu feili sifət kimi götürmüş olmayacaq. Sifətimizdir bu bizim. Bundan ehtiyatlı ol, yazandır. Artıq burada yazandır söz ifadəsində an ən şəkilçisi. İndiki zaman məzmunlu feil sifət şəkli cavab olacaq D variantı. Sonra uşaq mütləq meyvə yeməlidir. Burada da yeməlidir vacib şəklindədir. Feili sifət deyil, təsvirlənən feildir. 44. Verilmiş xüsusiyyətlərə uyğun cavabı müəyyən edin. Tərkib əmələ gətirir. Bəli. Hamısı tərkib əmələ gətirə bilər. Yalnız bir cümlə üzvü yerində çıxış edir. Artıq burada dayanırıq. Yalnız bir cümlə üzvü yerində çıxış etmək feili bağlamaya aid olan xüsusiyyətdir. Hərəkəti müxtəlif cəhətdən izah edir. Bəli. Verilmiş xüsusiyyətlər variantlardan hansına aiddir? Tərkib əmələ gətirir. Bəli, hər üçü. İsimləşərək müxtəlif cümlə üzvləri yerində çıxış edir. İsimləşərək müxtəlif cümlə üzvü yerində çıxış etmə məsələsində bəli götürə bilərik. Sonra indiki keçmiş zaman gələcək məzmunu, indiki keçmiş gələcək zaman məzmunu ifadə edir. Bu zaman məzmunu ifadə etmək bu deməli hansına aiddir? Feil sifətə aiddir. Deməli isimləşərək müxtəlif cümlə üzvlərində çıxış edir həqiqətən. 46. Cümlənin tərkibindəki fərqləndirilmiş sözlərin hamısına aid fikirlər. Övladına susmağı öyrət, gör danışmağı necə tez öyrənir. Burada susmağı ifadəsi məslərimizdir. Danışmaq da həmçinin öyrət əmr şəklində olan feildir. Öyrənən də ki, xəbər şəklində olan feilimizdir. Deməli, 2 dənə təsvirlənməyən var, 2 dənə də təsvirlənən var. Hərəkət bildirir, bəli, hamısı. Bir götürəcəyik. Sonra müxtəlif şəxslərə aiddir. Müxtəlif şəxslərə aiddir deyə bilmirik. Çünki burada məsələlərimiz var ki, şəxsə cəmiyyətə görə dəyişə bilmirlər, zamana görə dəyişə bilmirlər. Qrammatik mənası var, bəli. Hər üçün, hər dördünün qrammatik mənası var. Hamısının yeni qrammatik mənası var. Çünki bunlar nədir? Təsvirlənən olsa, təsvirlənməyən olsa da feildirlər bunlar. Hərəkət bildirirlər. Şəxsə görə dəyişib deyə bilmirik yəni də. Sonra feil məsələlər şəxsə görə dəyişmir. Çünki ismin də qrammatik xüsusiyyətlərini qəbul edib, bəli, ismin qrammatik xüsusiyyətini qəbul etmə məsələsini deyə bilərikmi? Deyə bilmərik. Çünki bunu məsələlərə aid eləsək də, bunlar ismin xüsusiyyətini qəbul etməyə baxa, təsvirlənən feillər. Ona görə 5 yanlışdır. Quruluşca sadədir. Bəli, bunlar hamısı quruluşca sadədir. Bunu götürə bilərik. 1, 3, 6 olar cavabımız. 47. Nümunədə tünd qara hərflərlə yazılmış sözlərin hər ikisinin əsasında müəyyən edin. Çin üst-üstə yığılmış qəzəblərdən yaranır. Deməli, yığmaqdan yığılmış feil sifətdir. Deməli, yaranır sözdəki, bu da ki, xəbər şəklində olan feilimizdir. Deməli, doğru və yanlış tapaq. Söz birləşməsinin tərkib hissəsidir. Söz birləşməsinin tərkib hissəsidir və yaranır nə edir? Nədən, deməli, Çin nədən yaranır? Qəzəblərdən. Hansı qəzəblərdən? Üst-üstə yığılmış qəzəblərdən. Burada söz birləşməsinin tərkib hissəsi olma məsələsi feili sifətə aiddir. Bu xəbər söz birləşməsinin tərkib hissəsi deyil. Ona görə biri doğrudur deyə götürən deyilik. Çünki birinə aiddir, digərinə aid deyil. Hər ikisinə aid olan lazımdır bizə. Quruluşca düzəltmə olma məsələsi də yenə də bu birinciyə aiddir. Çünki ikinci quruluşca düzəltmə deyil, yaranmaqdan ırdakı qrammatik keçiddir. Bu quruluşca düzəltmə də deyə bilmirik. Birinə aiddir, digərinə aid deyil. Kökü feil olma məsələsi isə hər ikisinə aiddir. İkinci diksiyasının qrammatik xüsusiyyətlərinə malikdir. Bu da feili sifətə aid olan bir xüsusiyyətdir. Yanlış fikirdir. Sonra inkar şəkilçisi qəbul edə bilir. İnkar şəkilçisi hər ikisi qəbul edə bilər. Deməli, buradan da yanlış götürsək, buradan doğrunu götürsək, cavabımız olacaq 3 və 4-də verilənlər. Yaxşılıq etməyə gücün çatmasa, heç olmasa pislik etmə cümləsinin iç feili ilə bağlı doğru fikirlər. Söz birləşməsinin əsas tərəfidir. İç feil yaxşılıq etməyə feildir ki, söz birləşməsinin əsas tərəfidir deyə bilmirik. Çünki yaxşılıq etməyə birbaşa özü cümlə üzvünün ifadə vasitəsidir. Yaxşılıq etmək mürəkkəb feilimiz, məslərimiz deməli tamamlıq vəzifəsindən çıxış etmişdir. Söz birləşməsinin əsas tərəfidir deyə bilmirik. Şərt şəklində də deyə bilmirik. Çünki sasə şəkilçisi yoxdur orada. Məslərdir, bəli. Nə etməyə sualına cavab verir. Nə etməyə yox, nəyə sualına cavab verir. Yönlü çalın sualına cavab verir. Bəli, nəyə sualına cavab verir və şəxsə görə də dəyişmiş olmur. 3-ü götürəcək, 5-i götürəcək, buradan da 6-nı götürmüş olacaq. Cavabımız olacaq D. 49. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Tədbiri təşkil edənlər, təşkil etmək deməli mürəkkəb feildir, feil sifətimizdir. Həmçinin burada 2-də də bu da feili bağlamamızdır. İsmin sualına cavab verir. İsmin sualına cavab vermə məsələsi birinciyə aiddir. 1-ə A gedəcək, sonra hərəkətin səbəbini bildirmiş olur. Bəli, 2-yə gedəcək. Feili bağlaması səbəb məzmunu ifadə edir. Nə səbəbə sevindilər? İdmansları gördüklərinə görə sevinirlər də, görüb sevindilər, görərək sevindilər. Bu hərəkətin səbəbini ifadə edir. Niyə sualına cavab verir? Bəli, niyə sualına cavab verir? Feili bağlama. Niyə sevindilər? İdmansları görüb sevindilər. İsimləşib ona görə də feilin xüsusiyyətini daşımır. Ümumiyyətlə bu fikir səhv fikirdir. Yəni isimləşib, bəli, isimləşib. Amma mən söz isimləşəndə feilin xüsusiyyətini itirir. Elə bir məsələ yoxdur. Bu feildirsə feilin xüsusiyyətini hər zaman daşımış olur. D yanlışdır. Keçmiş zaman bildirir. Keçmiş zamanı bildirmir. Cavabımız olacaq 1-ə A, 2-yə də B ilə C olar. B variantı. 50. Hansı feillərin inkarı həm malmə inkar şəkilçisi, həm də deyil sözü ilə düzəlmiş olur. Burada məsələn danışar, danışmayar deyə bilirəm, amma danışar deyil deyə bilmirəm. Ona görə də bu həm manla, həm deyillə düzəlir deyə bilmirəm. Sonra gedəsiyəm. Lazım şəklində gedəsiyəm sözü. Lazım şəkli ümumiyyətlə ma inkar şəkilçisi ilə işlənmiş olmur. Sonra məsələn deyil sözündən işlənə bilər, gedəsi deyiləm. Bildirmək sözü məslərimizi hər ikisindən işlənə bilər. Bəli, məsələn deyirəm ki, bildirməmək, birləşib məqsədim bunu sənə bildirmək deyil. Bunu götürə bilərəm. Sonra sevinən, sevinməyən şəklində, bəlkə sevinən deyil.
Burada ikisində də götürə bilərəm 4-ü. Sonra oxumalısınız, oxumamalısınız və yaxud da oxumalı deyilsiniz. Vacib şəklindədir. Hər ikisindən işlənə bilər. Həm müamə ilə, həm də deyil sözündən cavablar inkara. Öyrəndiyim sözü öyrənmədiyim və öyrəndiyim deyil şəklində deyə bilərəm. Deməli, onlar burada 1 və 2-dən başqa digərləri 3, 4, 5, 6 olmuş olar. 51. Cümlələrdə işlənmiş təsniflənməyən feillərlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Ayağa qalxanda Aslan müəllimin yanında durduğunu gördüm. Burada təsniflənməyən feillərlə bağlı uyğunluğa baxaq. Burada təsniflənməyən feil hansıdır? Qalxanda sözü. Anda şəkilçisi var. Feili bağlamadır. Durduğunu gördüm. Durduğu da durduğu şəkilçisi feil sifətdir. Aslan müəllimin qımıldanmadan qədddə qırılmış Yasaman ağzına baxırdı. Madan şəkilçisi feili bağlama şəkilçisidir. M şəkilçisi də keçmiş zaman məzmunu feili sifətimizdir. Bəli, birinci cümlə ilə bağlı doğru. Feili bağlama zaman məzmunu bildirir. Ayağa qalxanda gördüm. Bəli, həqiqətən də feili bağlama zaman məzmunu ifadə etmiş olur. Feil sifət tərkibi əmələ gətirməmişdi. Yanlışdır axı. Gördüm xəbəri nəyi gördüm? Aslan müəllimin yanımda durduğunu. Deməli, artıq burada nədir? Feil sifət tərkib əmələ gətirmişdir, gətirməmişdir, yanlış deyir. Ona görə bunu götürməyəcəm. Sonra ikinci cümlə ilə bağlı yanlış. Feili bağlama təz məzmunu ifadə edir, təz məzmunu bildirir. Aslan müəllim qımıldanmadan, bəli, təz məzmunu bildirir. Feil sifət indiki zaman məzmunudur. Yox, indiki zaman məzmunu deyil. M şəkilçisi keçmiş zaman məzmunudur. Buradan biri, buradan da 4-ü götürərəm, cavabım olar C. 52. Verilmiş cümlənin bağlı cədvəldəki uyğun fikirlər müəyyən edin. Böyük ağla doldurmuş quzular uzadan gələn sürünü görüb mələşirdi. Burada həm indiki həm də keçmiş zaman məzmunu feil sifət işlənmişdi. Mış keçmiş zaman məzmunu, andakı indiki zaman məzmunu feil sifətlərimizdir, düzdür. Sonra feil sifətlərdən biri məlum digərsə məhsul növdə doldurulmuş sözü məhsul növdədir. İl şəkilçisi var. Kim tərəfindən iş icra olunduğu bilinmir. Sonra digərdən məlum növdədir. Bəli, gələn sözdəki məlum növdədir həqiqətən. Bu 2 doğrudur. Təsniflənməyən feillərin hamısı quru sadə deyə bilmirik. Çünki doldurulmuş sözü düzəltmə idi. Təsniflənməyən feillərdən heç biri tərkib əmələ gətirməmişdi. Bu da yanlışdır. Çünki böyük ağla doldurulmuş quzular. Təyin ifadə vasitəsi feil sifət tərkibidir. Ona görə 4 yanlışdır. Feili bağlama əsas feildəki hərəkətin səbəbini ifadə edir, səbəbini bildirmiş olur. Baxaq, görüb mələşirdi. Bəli, bu da düzdür. Həqiqətən də nə səbəbi mələşirdi? Anasını görüb mələşirdi. Sürünü görüb mələşirdilər də. Ona görə buradan deməli doğrudan doğrunu götürsək, 1-lə 2-ni, yanlışdan da yanlışı 4-ü götürmüş olacaq. Cavabımız olacaq 1, 2, 4, C variantı. 53. Verilmiş cümlələrlə bağlı cədvəldəki doğru fikirləri müəyyən edin. Hər iki cümlədə ismin yönlü halında olan məsdər işlənmişdi. Dayanıb otlamağına. Bəli, burada var. Sonra mən onunla ayrıqlaşmağa, burada da var. Həqiqətən də bu 1 doğrudur. 2. Cümlədəki məsdərləri mənsubiyyət şəkilçisi də qəbul etmişdilər və burada dayanıb otlanması. Burada var mənsubiyyət, amma ikincidə mənsubiyyət yoxdur deyə mən bunu doğru götürə bilmirəm. Bu səhvdir. Həm birinci, həm də ikinci cümlədəki feili bağlamalar tərz məzmunu bildirmiş olur. Tərz məzmunu bildirilmir feili bağlamalar. Dayanıb otlamasına burada var. İkincidə isə demək ibarət edim, bu da doğrudur. Hər iki cümlədəki feili bağlamalar tərkib əmələ gətirmişdi. Bu isə yanlışdır. Çünki ikincidəki vergüldən sonra gələn tərkib əmələ gətirməyib. Özü tək başına tərz hərəkət zəifliyinin ifadə vasitəsi kimi çıxış etmişdir. Ona görə buradan 1-i götürsəm, buradan da 3-ü götürmüş olacağam. Cavabım olacaq 1, 3, B variantı. Sonra 54. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Cümlələrin yalnız birinə aiddir. Tərz məzmunu bildirən feili bağlama işlənmişdi. Burada varmı tərz məzmunu bildirən feili bağlama? Məsələn, birincidə alovu görünürdü. Burada ümumiyyətlə feili bağlama yoxdur. Sonra Alxan dayı pambığın və yadaşından yaxşı bitməsindən kənddə işləyən elektrik stansiyasından danışdı. Burada da yoxdur. Qoyun quzu ilə yaqlaşmaq üçün maşın əl vermirdi. Çünki qoyunları yaylağa otara aparırdılar. Burada isə tərz məzmunu ifadə etmiş olur. Bəli, burada 1-i götürə bilərik. Keçmiş zaman məzmununun feil sifət var. Keçmiş zaman məzmununun feil sifətimiz olması isə deməli burada götürə bilərik. Məsələn, birincidə dıq var. Sonra ikincidə keçmiş zaman məzmununun feil sifətimiz yoxdur. Üçüncüdə keçmiş zaman məzmununun feil sifətimiz varmı? Üçüncüdə də keçmiş zaman məzmununun feil sifətimiz yoxdur. Bu da yəni birinə aid olduğuna görə 2-ni də götürəcəm, 1-i də götürəcəm. Sonra deməli, indiki zaman məzmununun feil sifət var, işlənmişdi. İndiki zaman məzmununun feil sifət burada otlayan sözüdür. Sonra ikincidə də həmçinin tikilən sözüdür. Üçüncüdə varmı indiki zaman məzmununun feil sifəti? Üçüncüdə yoxdur. Yalnız ikisinə aiddir. Bəli, 3-ü götürə bilərəm. Mənsubiyyət və H şəkilçisi qəbul etmiş məsdər var. Mənsubiyyət və H şəkilçisi qəbul edən məsdər burada yoxdur. İkincidə varmı? İkincidə bəli, bitməsindən ifadəsində i mənsubiyyətdir. Mamədəki məsdər şəkilçisidir. Və mənsubiyyət şəkilçisi ilə işlənib məsdər maqmə kimi mamə şəklində yazılmışdı. Həqiqətən də mənsubiyyət şəkilçisi qəbul etmişdi məsdər, həm də H şəkilçisi qəbul etmişdi. Burada görək varmı? Burada isə elə bir məsələ yoxdur. Ona görə bunu ikisinə aiddir deyə bilmirəm də. 4 götürmüş olmuram. Cümlələrin heç birinə aid olmayan fikir. Məhsul növdə olan feil sifət var. Məhsul növdə olan feil sifət burada varmı? Burada yoxdur. Hamısı otlayan sözdür, qaladıqları sözdür ki, məlum növdədir. Sonra ikincidə məhsul növdə olan feil sifətimiz varmı? İkincidə elə bir məsələ bəli var. Tikilən sözdür ki, bu məhsul növdə olan feil sifətimizdir. Üçüncüdə isə məhsul növdə olan feil sifətimiz yoxdur. Bu yalnız birinə aiddir deyə mən bu 5-i yazmalıyam bura. Yalnız birinə aiddir. Sonra qayıdış növdə olan təsniflənməyən feil işlənmişdi. Qayıdış növdə olan təsniflənməyən feilimiz isə burada varmı qayıdış növdə olan təsniflənməyən feil? Burada yoxdur. Sonra ikincidə qayıdış növdə olan təsniflənməyən feilimiz. Baxa buna. Tikilən sözdür ki, bu məhsul növdədir. Qayıdış növdə deyil. Sonra burada baxaq üçüncüyə. Həmçinin bitməsindən sözdür ki, bu məlum növdədir. Qayıdış növdə deyil. Sonra ayıqlaşmaq sözü. Bu məlum növdədir. Ondan sonra
Otara aparırdılar ki, bunlar məlum növdədir. Burada qayıdış növ yoxdur. Heç birində yoxdur qayıdış növ. 6-nı götürmüş olacam. Deməli nə olar cavabım? 1, 2, 3 və 6-da verilənlər. Cavablar D. 55. Cədvələ əsasən uyğun fikirlənmə edin. İndiki zaman məzmununa fe'l sifət işlənmişdir. Otların və çiçəklərin arasından keçən an şəkilçisi indiki zaman məzmunlu fe'l sifətdir. Alasığın yanında yatmış dəvələr. Yatmış sözü keçmiş zaman məzmunludur. Sonra qoyunları tapa bilmədiyimiz dığı keçmiş zaman məzmunludur. Keçmiş zaman məzmunlu fe'l sifət. Onun dırnaqlarının altından qopan bu indiki zaman məzmunludur. Sonra biz nə qədər baxdıqsa vurulmuş keçin görə bilmədik. Bu keçmiş zaman məzmunludur. Cavabım olar 1 və 5-dəkilər. 56. Tünd qara hərflərə verilmiş fe'lərlə bağlı cədvəlki uyğun fikirlənmə edin. Açıldığı sözü, pəncərəsi açıldı, açmaqdan açılmaq, dığı şəkilçisi, bu fe'l sifət şəkilçisidir. Gün qalxdıqca, qalxmadan dıqsa şəkilçisidəki fe'li bağlamadır. Bu fe'l sifətimiz var, bir də fe'li bağlamamız var. Fe'li bağlama məlum növdədir. Fe'l sifət isə məhsul növdədir. Deməli, keçmiş zaman məzmunludur həmçinin fe'l sifətimiz. Keçmiş zaman məzmunlu fe'l sifətlidir. Birdəki, bəli, doğru deyib. Fe'ldən düzəlib, fe'ldən düzəlmişdir. Əlbəttə ki, açmaq fe'ldən açılmaq fe'li düzəlib. Məhsul növdədir, bəli, məhsul növdədir. Fe'lin və zərfin xüsusiyyətini daşımış olmur fe'l sifət. Fe'lin və sifətin xüsusiyyətini daşıyır. 5 yanlışdır. Quruluqca düzəltmədir ikinci. İkinci quruluqca düzəltmə deyil, sadədir. Təsrifə mənfi fe'ldir, bəli. Deməli, buradan 1-i götürəcəm, buradan 2-ni, buradan da ki, yanlışdan da yanlışı götürmüş olacam. 5-i götürmüş olacam. 1, 2, 5 olar mənim cavabım. Sonra 1, 2 və 5-dəkilər. Sonra gəlir, son nədir bu? 57. Uyğunluğun müəyyən edin. Fe'l bağlama hərəkətinin tərzini bildirir, səbəbini bildirir. Görə hansında tərz, hansında səbəb bildirmiş olur. O mücrünü götürüb, onun qabağında açdı, götürərək açdı. Nə tərzdə? Bu 1-ə gedəcək A variantı. Sonra uşaq qaça-qaça anasına yaxınlaşdı. Yəni də tərz məzmununu ifadə edir. Nə tərzdə yaxınlaşdı qaça-qaça? Gördüyündən təəssüflənərək başını yerlədi. Təəssüflənib başını yerlənmiş olur. Bu C variantını yazacağam mən bura. C-ni buraya yazacağam. Sonra müəllim danışanda qulaq asmaq lazımdır. Bu zaman məzmununu ifadə eləmiş olur. Bunu heç yerə yazmayacağam. Buranı başına aşağı saldı. Bundakı buraya yazmış olacağam. 1-ə A, B, 2-yə də C ilə E getmiş olacaq. Deməli uşaqlar, bu qədərdir bizim təsvir mənfilərimizin, suallarımızın izahı. Yəni nə aydın olmasa soruşa bilərsiniz. Oldu, sağ olun, salamat qalın.